Salam aleyküm dostlar, neyəşiniz, keyfiniz, zəfranınız, əvəlamınız, yaxşılaşsınız. Deməli, Azərbaycan sizinlə ilk toyaq videomuzdur. Gelib dən gətirəcəm birazdan. Teğla bıraxmamışam, bıraxmayacam da. Anam deyib ki, bıraxma. Hə, mən də bıraxmayacam. Başladı yəni də, mağını oxuyur. 2 dəfə video çəkirəm dostlar. Hamısını beynimi xarab edib söndürürəm videonu. Hə, deməli dostlar. Bugün videomuzun mənası, yəni videomuzun konusu deyək. Bu olacaq ki, toyuqlar necə qışlığa hazırlayaq, qış gəldi bildiyi üçün qabaqdan. Deməli, birinci növbədə toyuqların altı, yəni ayaq başlıqları yer quru olmalıdır. Torpaq da olsa, sement da olsa, sement təsvir eləmərəm də olsa, çünki betonlu yer biraz soyuq olacaq. Amma torpaqlı yer yaxşıdır ki, toyuqlara həm toyuqlar kaka yəndə torpaq ona əmir və səninlə qalmır. Həmin də gəlib, həmin kaka quruyur. Quruyur, təzəyə dönür. Hə, belə. Sonra dostlar, nə qədər bilərsiniz? Məsələn ki, samanınız var, İngil var, atın ətrafa. Amma çox atmayın dostlar, çünki yaman yağacaq, onsuz. Hə, amma savana o təfsir eləmərəm. Samanın yumurtladığı yerə və yuvasına ata bilərsiniz. Məsələn, burağa saman gətirəcəm indi. Məsələn, burada samanlar var, gətirəcəm. Oxu başlasın. Oxu dinləyək. Meyxana oxuyur dostlar. Oxudu. Hə. Deməli, sonra dostlar, suyun isti su verməlidir onlara. Soyuq su verəndə nəsə soyuqlanma olur, amma çox da şeyə önəm verməyin. Amma mən önəm verirəm toyuqlara və cəsinlərə isti su verirəm. Sonra dostlar, suyun içinə nə töküb verməlisin? İstiyyət tökə bilərsiniz məsələn üçün. Başım qulağım getdi. Sakin ol da bu. Bildik desən meyxanasısan. Bir nömrə toyuq meyxanasısan. Bildik də ta. Hə. Hə. Həm də dostlar, istiyyət var yoxsa qırmızı istiyyətlə pul biber. Onu toyuqların ağzından açırsınız. Çay qaşıq uzunda. Həmin istiyyatı tökürsüz ağaclarına, həm için qızdıracaq, həm də toyuq xəstəliyə qarşı immuniteti artacaq. Ona gələn şeylərdə, videolarda danışacağım. Toyuqlara ev üsulu necə vitaminlər verə bilərik. Hə, o gələn videoda danışacaq. Sonra dostlar, toyuğu başqa necə qışlığa hazırlamaq olar? Hə, qusardı. Sonra dostlar, məsələn üçün yuxarısı hava deşiyin qapadmaq lazımdır. Hə, belə. Yəni soyuq gəlməsin. Amma hava deşiyi də qoyun. Məsələn, bu daşlarda ara qoyulub, ona hava deşiyi gəlsin. Elə. Yəni sonra olsa belə bir işıq varsa, damda lap yaxşı. Çünki toyuqlarla baxanda qırışırlar. Məsələn, belə işləri qızır, məsələn üçün. Sonra dostlar, məsələn üçün dostlar, toyuqların düzdə istilik sistemi biraz başa gəlir. Amma hələ ki mən eləməmişəm istilik sistemin. Məsələn dostlar, odun peki varsa, məsələn sizə, odunu atıb yandıra bilərsiniz. Qutardın. Elə eləyə bilərsiniz. Sonra məsələn dostlar, toyuğu yuxarıda belə məsələn belə oturtmaq olar. Taxtalar qoyun, çünki yuxarı nə qədər olsa isti olur. Aşağı çox qoymayın toyuqlar aşağı gəlsinlər. Deyək belə taxtalar qoyun da, yəni bilirsən. Hə. Sonra dostlar, yəni ən önəmli qayda toyuğun altı su olmalıdır, nəm olmalıdır. Yəni bu qaydalar əməl edirsiniz, toyuğunuz qışlığa xəstəlik olmadan çıxacaq. Həm olsa toyuq düzdür, qışda biraz təmizləmək çətin olur. Amma yenə təmizləyin yerin. Xoşdur, təmizləyin. Təmizləməsiniz, toyuq şey olacaq, xəstələnəcək. Belə. İnşallah video bəyənərsiniz. Toyuğun əlindən başa düşdünüz. Yəni belə. Gələn videoda isə toyuqlara necə ev üsulu vitaminlər hazırlamaq olur, onu deyəcəm sizə. Gələn videoda görüşərik. Sağ olun, salamat qalın. Özə yaşamağın gələn bölümünə görüşəcək. Videoyu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun, salamat qalın.
Bu da toyuğların vəziyyəti.